Vətənə xəyanət adıyla həbs olundu. Bugünləri də Apellyasiya Məhkəməsinin qabağında təfriq qardaşlarımız ki, yığılmışdılar. Onları da gəldi və zorla basırlar başına. Kül olsun bunların müqadəsində ki, ölkədə vətəndaşlarla, ölkə müqatiliyinə hücumda davranmazlar, hücumda rəftar eləməzlər. İlham Əliyevin hakimiyyətinə inanın Allaha, acizliyi, qorxuqlarının əlamətidir ki, bugünləri müqatildə qarşımızda represiyalar davam edir. Biz həmişə demişik, necə ki, inancı insanlar həbs olunanda, şərlənəndə biz deyildik ki, and olsun Allaha ki, uşaqlarımızın heç bir günahı yoxdur. İlham Əliyev sadəcə öz iki maraqlarını mütəfəssir eləmək üçün bugünləri əzizlərimizi, qardaşlarımızı həbs edir, tutulması, şəhsərlər olsun, İsraili olsun, digər məhbus qardaşlarımız olsun ki, şərləri narkotiklə, vətənə xəyanət ustavçılarıyla həbs olunurlar. 178 gündür ki, şəhsərlər kansa salınan, hələ ki, bugünkü günə qədər ondan xəbər yoxdur. Yaxud Əli Kərimli üçün bugünləri penetrasiya aparılır, yemək aparılır. Görün nə qədər bunlar alçaq şərəfsizlər ki, bir adamı həbs eləmirsən, onun üçün yemək gedir. Sən yeməyin qarşısını alsan, yeməyin qarşısını kesilsən ki, yəni insanları, yəni bu cürdə, insanla bu cürdə davranmaz, kişi söz, ləyaqətimiz var, qeyrətimiz var, kesilsən ki, yəni insanları, yəni bu cürdə, insanla bu cürdə davranmaz, kişi söz, ləyaqətimiz var, qeyrətimiz var, gəlin kişi kimi tutsun ortaya, kişi kimi mübarizə var. Sadəcə bu dediklərin kimi, bunlarda nə kişilik olur, nə qeyrət olur, nə namus olur. Bunlarda kişilik, qeyrət olsaydı, bu danışan əzizlərimizi şərləyib həbs eləməzlər. Bu hakimiyyətin simasındadır bu. Vətəndaşları şərləsin, narkotiklə bizim üçün sərhədli yoxdur. Müxalifəti de bizimdir, inancı insanları bizimdir, hər kəs bizimdir. Bugün Azərbaycanda hələ bir daxildə siyasət aparır, İlham Əliyev hakimiyyəti, müxalifəti dindarlardan ayrı, dindarları müxalifətdən ayrı. İkinci Qarabağ Savaşında, yəni adam qorxu qoydu, adam döyüşüb, adam canını itirir, adam əlil olur. Bugün İlham Əliyev tərəfindən şəhərlərdə həbs olur. Bu günləri doğulanlardır. Hansı ki vətən yolunda mübarizə aparıblar, vətən üçün, dövlət üçün döyüşüblər, qanlarını itirirlər, qanlarından, canından keçirlər, bugün insanlarımız şəhərlərin həbs olunur. Mənim yadımdan çıxdı, bu Hacı Əliyev fədakarlıq göstərib, tutulub, hər halda həbsdədir. Bugünləri İlham Əliyev sərhəd tanımır bu şeylərdə əzizlərdir. İlham Əliyev sərhəd tanısaydı, bu qədər Azərbaycanda olan siyasi məhbusları şəhərliyib həbs eləməzdir. Lənət olsun İlham Əliyev. Lənət olsun, lənət olsun. Hay Əli Kərimli! Hay hay Əli Kərimli! Hay Talib Ağazadə! Hay Talib Ağazadə! Hay Çiçək Sərdar! Hay Çiçək Sərdar! Hay siyasi məhbuslar! Hay siyasi məhbuslar!